Kredit borcu olanlara böyük dəstək, ödənişlə bağlı çətinlik aradan qaldırıla bilər. Azərbaycanda kredit götürən şəxslərin məşğulluğunu itirməsi hallarından sığortalanması üzərində iş aparılır. Report xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sektorunun davamlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov deyib. Bildiyiniz kimi, borc alanların həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası tətbiq olunur. Azərbaycan Mərkəzi Bankı bununla əlaqədar qaydalar qəbul edib və bu sığorta məhsulu uğurla tətbiq edilməkdədir. Eyni zamanda kredit götürən şəxslərin işsiz qalmaqdan sığortalanması üzərində iş gedir, yəni iş tapana qədər borc alanın kredit üzrə ödənişlərini sığorta şirkəti qarşılaya bilər. Bu məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır. Yəqin ki, yaxın aylarda bu məhsulla bağlı yenilikləri görə biləcək deyə Mərkəzi Bankın rəsmisi qeyd eləyib. Rüstəm Tahirov əlavə eləyib ki, hazırda ancaq istehlak kreditləri üzrə bu yeniliyin tətbiqi nəzərdə tutulur, gələcəkdə isə bu proses biznes kreditlərinin əhatə olunması üzrə davam eləyəcək.